Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə, səhih hədisdir, Ali radiyallahu anhunu göndərir və nə deyir? Deyir, get Mədinədə nə qədər yüksək qəbir varsa onları düzəlt, yəni bərabərləşdir. Yəni o demək deyir, sök dağıt, bərabər elə, qoyma yüksək. Yəni qəbirlərin biri digərindən hündür olmamalıdır. Yəni səbəb nədir? Səbəb odur ki, bu ümmətə, ümumiyyətlə bəşəriyyətə şirkin daxil olması məhz qəbirlərdən başlayır. Əgər bir insanın qəbri alçaq, digərinki üzərində biraz tikili varsa, bilirlər, yəqin bu insan xüsusi bir insan olub və nə olur? Başlayırlar təzim var və bu gətirib nəyə çıxarda bilər? Şirkə çıxarda bilər. Ona görə də bu heç də hörmətsizlik deyil. Bu əksinə sünnəyə tabiçilikdir. Əgər sən vəfat edən bir insanın qəbrini sünnəyə uyğun eləmisənsə, o halda bu heç də insanlara fikir vermə. İnsanların ağzını onsuz yummaq olmur. Buna yox başqa bir şeyə deyəcəklər. Aydın oldu. Ona görə də lazım deyil belə şeylər. İnsanların dediyinə fikir vermək lazım deyil. Allahın razısını qazanmaq lazımdır. Sənə əsas olan odur ki, orada yatan insana yaxşı olsun. Onun üçün nəsə bir edəsən, bir şey edəsən. Əksinə ola bilər, sənin bu əməlin ona əzab verməyinə səbəb ola bilər. Əgər vəsiyyət edibsən. Çünki Peyğəmbər sallallahu deyir, həqiqətən meyyit ölü sahibinin dediyi bəzi sözlərə görə və yaxud etdiyi əməllərə görə əzab verilir ona. Əgər vəsiyyət edibsən. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. İnsanların sözünə yox, Allahın razılığına önəm vermək lazımdır. Bütün məsələlərdə. Bəzən elə olur ki, Şəmən, başa salırıq, atası ölüb. Deyir ki, bilirəm, sadəcə cəmaata görə eləyirəm. Bu halda onun əvəzində nə etsə yaxşıdır ölən yaxını üçün? O mərmənin qiyməti məsələn nə qədərdir? Tutaq ki, 3000. 3000-ə o gedib atası üçün bir ümrə eləyə bilər. Məsələn, atası üçün bir quyu qazdıra bilər. Atası üçün bir savab əməl, axar sədəqələr var da, hansı ki, qiyamətə qədər ona savab yazıla bilər. Kitab, Quran çap edib paylaya bilər, məscidə yardım edə bilər. Yəni bu əməllər etsə, onun ölü sahibi üçün daha faydalıdır o mərməni ora qoymaqdan.